Yayın ən qiymətli meyvələrindən olan böyürtkən və moruq həm zəngin dadı, həm də sağlamlığa faydaları ilə seçilir. Bilirsiniz, böyürtkən və moruğun gözəllikləri nədədir? Bu meyvələri yeyəndə damağında yayın gəlişini hiss edirsən. Ümumiyyətlə bu bitkidə C vitamini vardır ki, insanın immun sistemini möhkəmləndirir və həzm prosesini asanlaşdırır. Yabanı halda bitən bu meyvələr son zamanlar artıq təsərrüfatçılar tərəfindən geniş sahələrdə əkilir. Naxçıvan Muxtar Respublikasının Babəş rayon Zeynəddin kəndində salınan göz oxşayan yaşıl, üstü dolu böyürtkən və moruq sahələri bir sözlə insanı valeh edir. Zəhmətkeşliklə əkilən sahələrdən artıq bol məhsul toplanır. Babəş rayon Zeynəddin kəndində deməli 6000 kvadrat ərazidə böyürtkən və moruq sahəsi yaratmışıq. Deməli bunun 4000 kvadratı böyürtkən, 2000 kvadratı moruqdur. Deməli, keçən il 2025-in noyabr-dekabr ayında əkimin eləmişik, 2026 iyun ayında yığımına başlamışıq. Yığımda yığıldıqdan sonra satış məntəqələrinə təqdim edirik. Həmçinin böyürtkən və moruq lif və faydalı minerallarla zəngindir. Bu bitkilərin yarpaqları da şəfalı hesab olunur. Toplanıb qurudulan yarpaqları xalq təbabətində uzun illərdir istifadə edilir. Ətirli və faydalı çay xüsusilə soyuq aylarda orqanizmin müqavimətini artırmaq məqsədi ilə süfrələrdə yer alır. Vitamin və antioksidantlarla zəngin olan bu meyvələrdən təkcə təzə halda deyil, mürəbbə və çay şəklində mətbəximizdə istifadə olunur. Ənənəvi üsulla bişirilən böyürtkən və moruq öz təbii rəngi, ətri və dadı ilə seçilir. Babəş rayon Zeynəddin kənd sakini Ceyran xanımın yanındayıq. İndi böyürtkəndən necə mürəbbə hazırlanmasını ondan soruşacağıq və hazırlanma qaydası ilə tanış olacağıq. Bildiyimiz kimi bu meyvədən qış üçün tədarük görülür, mürəbbə hazırlanır və yarpaqlarından da çay kimi dəmləmədən istifadə olunur. Xoş gördük Ceyran xanım. Salam, xoş gəlmisiniz. Biz hər il bu vaxt bu böyürtkəni yığıb qışımıza mürəbbə, bir də kompot hazırlayırıq. İndi mürəbbənin hazırlama qaydasını sizə göstərim. Biz əvvəlcə bu böyürtkənləri yuyuruq, sonra süzgəcdən keçidirib, şəkər tozu tökürük üzərinə, biraz saxlayırıq. Onun suyu çıxandan sonra onu bişməyə qoyuruq. Böyürtkənin 1 kiloqramına 1 kiloqram da şəkər tozu vurub 20 dəqiqə qaynadırıq, o hazır olur. Beləliklə, təbiətin səxavətlə bizə bəxş etdiyi böyürtkən və moruq yalnız dadı ilə deyil, sağlamlığa verdiyi faydalarla da insanların həyatında xüsusi yer tutur. Böyürtkən və moruğun meyvələrindən hazırlanan şirin mürəbbələr qış günlərinə yay ətri gətirir, yarpaqlarından dəmlənən çay isə təbiətin səfasını süfrələrə köçürür. Beləcə bu kiçik meyvələr hər mövsümdə insanla təbiət arasında qurulan ən gözəl körpülərdən birinə çevrilir.